Bunun iki qaydası var. Bir sabit pul məbləğində və aylıq qazancın, gəlirlərin müəyyən hissəsi. Yəni bir uşağa görə aylıq qazancın 1/4, iki uşağa görə 1/3, 3 və daha çox uşaq olduqda isə yarısı müəyyən olunur. Əgər qazanc yoxdursa, sabit deyilsə, bu halda sabit pul məbləğində müəyyən olunur. 2024-cü ilin dekabr ayının 20-sində Ali Məhkəmə Plenumunun qərarında qeyd olundu ki, artıq aliment təyin olunarkən yaşayış minimumu ilə götürülsə belə, həmin məbləğ artıq konkret rəqəm şəklində deyil, ölkə üzrə minimum əmək haqqının müəyyən misli həddində müəyyən olunmalıdır. Vəkil deyir ki, Nağı Bədəlova təyin olunan alimentin məbləği minimum əmək haqqının mislinə görə müəyyən edildiyi üçün belə bir rəqəm ortaya çıxır. Ailə Məcəlləsinin 112-ci maddəsində aliment məbləğinin dəyişdirilməsi ilə bağlı müddəa nəzərdə tutulub. Əgər məhkəmə qaydasında aliment təyin edildikdən sonra tərəflərin maddi vəziyyətində, ailə şəraitində və s. dəyişikliklər baş verilərsə, onların məhkəməyə müraciət edilərək alimentin məbləğinin dəyişdirilməsini tələb etmək hüququ var.